bizə. O da budur ki, 2 ildir bizim Təbrizdə məşrutiyyə mərasimi tutulur, bənirlərində bir inqilab nehzət yazırlar. Buna çox diqqətli olun. Bu bir dənə cəl-u varunə sazi tarixdir bizim şəhrimizdə. Və niyə nə niyyətlə bu işi görürlər, özü gərək bərrəs ola. Buna hamı gərək şəhridə həssas ola. Mən dünən deyim dostlara, əgər məşrut inqilabı İsfahanla qovzansaydı, bir nəfər 120 ildən sonra desəydi nehzət, İsfahan çarbağında onu mıxa çəkərdilər. Vəli xub, bura Təbrizdir da mütəəssifanə. Biz o təsxir siqəsində biraz əlimiz yuxarıdır. Və mərasimdə mütəəssifanə hala intiqad eləyirəm, amma bunu mən ayrıca da yazmayayım. İntiqad ki, Süxənqanlar tikrarı, mətalib tikrarı mükərrərat. Yəni bu şəhrimizdə bizim bir xas bir ittifaq gərək düşünəyəydi. Hər hal bunu mən dost kimin, yəni kiçik qardaşız, kiçik üzvüyəz bu şəhri Təbriz. Onu xahiş edirəm acizanə ki, o vacə inqilab məşrutiyyətdən ayırmayın. Nehzət o, cönbeş o, xizeş o, filan Təbrizin şənində dəyər. Aydöhdü buyurdular, inqilabdır, ziruru eləyib, saxtar dəyişib. Bu bir zat deyir deyə mən getmişəm filan zatı səndən xahiş edirəm, təmənni eləyəm verməyəm. Bu istəyib alıb, qanun hakimi olub, məclis hakimi olub. Bəs öz əlimizlə gətirib ata-babalarımızın o mirasını burada bir gün nehzət qoyarıq, sabah xizeş qoyarıq, sabah deyirlər heç İsfahanlılar kimin, oranın xane-i məşrutəsi bizim xane-i məşrutəmizdən böyükdür. Hatta qoyublar ki, üçün Azərbaycan məşrutəsi, məsələn, sekular məşrutiyyətdir, bizimki dinidir, biz sizdən bəs üstüyük. Dərhal kəsdən məşrutiyyətdə bu fikirlər yoxudur. Mənzur halamını mən xahiş edirəm, olar ki, əlləri yetişib verə, bizim sözümüzü yetirsinlər. Heyfdir. Elə eləməyək, xət Təbrizdən çıxsın, amma paytaxt xoşnevisi Qəzvin olsun. Məşrutiyyət Təbrizdə olsun, burada cəmaat və qol deməli, yonca yesin, torpaq yesin, işimiz düşəndə yazaq ki, hakimi xoruyum, hakimi dəyim, körpüdən geçəndən sonra deyək ki, hop da neyini yaxdır, elə olmasın. İnqilabımızı da əlimizdən alarlar, ruzi Təbrizimizi də alarlar və ayrı bizdən.